Deyək, 26-cı sualdan. Bir təpədən çıxan diaqonalların sayı 9-dur. Bir təpədən çıxan diaqonal sayının düsturu n çıxılsın 3-dür. Bu bərabərdir 9-a. Buradan n-in qiymətini bilirəm ki, 12 olacaq. 3-ü sağa keçirən toplamı olur da. Və soruşur çoxbucaqlı neçə tərəf var. Yəni n-i soruşurdu, cavab oldu 12. Sadə bir sual. Qurtardı getdi. Qeydləri kökdə 3, kökdə 6 olan düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Uşaqlar, düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu hipotenuzun yarısına bərabərdir. Deməli, bir dənə düzbucaqlı üçbucağı çəkeyim. Katetlərimiz kökdə 3, kökdə 6 hipotenuzda C-dir. Yazıram C-nin kvadratı bərabərdir. Kökdə 6-nın kvadratı üzərinə gəl kökdə 3-ün kvadratı. Buradan C kvadratı bərabərdir. Kökdən çıxacaq. 6 plus 3 olacaq 9. C oldu buradan 3. Radiusda olacaq 3-ün yarısı. 1/5. Və yaxud da ki, 2-də 3 şəklində saxlaya bilərsiniz. Fərqi yoxdur. Gəldik sual 28-ə. Deyir ki, burada mərkəzi O nöqtəsi olan çevrədə A bucağı 42 dərəcədir. A bucağı 42 dərəcədirsə, qarşısındakı bu qövs hissəsi 84 olacaq. Çünki daxilə çəkilmiş bucaq qövsün yarısına bərabərdir. Və uşaqlar, çevrənin mərkəzindən keçdiyinə görə burada bu qövs ümumiyyətlə 180 dərəcə verməlidir mənə. 180-dən də 84 çıxacaqsınız. M qövsünün qiyməti olacaq 96 dərəcə. Bizdən nəyi soruşur bəs? Elə AMB qövsünün dərəcə ölçüsünü. Cavab oldu 96 dərəcə. Sonra sahələrin nisbətini sənə verib 16-25 şəklində. Səndən soruşur perimetrlərini. Sahə deyəndə bunlar nəyin kvadratlarıdır, onu tapırsan. Yəni, biri 4-ün kvadratıdır, biri də 5-in kvadratıdır. Olacaq cavabımız D variantı. Ümumiyyətlə, oxşarlıqda bütün nisbətlərin hamısı bərabərdir. Sadəcə sahə deyəndə K-nın kvadratı olacaq. Həcmdə desə K-nın kubu olacaq. Bunu unutmayın. Yerdə qalan hamısı perimetrdir, tənböləndir, mediandır, hündürlükdür, daha sonra tərəfdir. Bunların hamısının nisbətləri bir-birlərinə bərabər olurlar. Sonra sual 30-da XY hasilini tapın deyir. Yenə mən x kvadratı üstə gəlinsin y kvadratını müxtəsərin köməkçisindən istifadə edərək x plus y-in mörtərizə kvadrat çıx 2xy gətirsəm, bərabər 16 plus 2xy yazdım. Buradan x plus y-in qiyməti 8-dir. Kvadrat olduğuna görə 64 oldu. Bu 16-nı gətirirəm bu tərəfə, çıx 16 olacaq. Mənfi 2xy-i də digər 2xy-i yanına aparanda olacaq toplanma. Bu da alınacaq buradan. 48 bərabərdir 4xy. Xy tapanda 48-i 4-ə böləcəksən, cavab qalacaq. Burada 12. Gəldik bura. Kateti 6 kökdə 2 olan bərabər yanlı düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Bərabər yanlı dediyinə görə bucaqlarımız bizim 45-45 şəklində olacaq. Bir dəqiqə. Deməli, buradakı bucaq 45 dərəcə. Eyni şəkildə buradakı bucaq da 45 dərəcədir. Və katetin biri 6 kökdə 2-yə bərabərdir. Burada 6 kökdə 2-dir. 45-in qaydası belədir də, hipotenuzu tapmaq üçün kateti kökdə 2-yə vurmalıyam. Elə bil 6 kökdə 2-ni vururam kökdə 2-yə. Bu deyəcək 6 vurulsun. Kökdə 2-ni kökdə 2-yə vuranda 4 eləyir. Buradan 2 çıxır. 6 dəfədə 2, 12. Hipotenuz oldu 12. Məndən soruşur xaricə çəkilmiş çevrənin radiusunu, yəni böyük eri. O da hipotenuzun yarısıdır. 12-nin yarısı eri eləyəcək 6. Sonra tərəfi 2 olan bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Bərabər tərəflikdə balaca erin düsturu A bölünsün 2 kök altında 3-dür. Gətir qiyməti yerinə yaz. Tərəf 2-dir. Buraya yazıram 2 bölü 2 kökdə 3. 2-lər getsə, qalacaq onda 1 bölünsün kök altında 3. İrrasionallıqdan azad etmək üçün aşağını da yuxarını da kökdə 3-ə vuracaqsınız. Kökdə 3-ə vuranda 3 eləyəcək. Yuxarıda isə 1-i kökdə 3-ə vuranda kökdə 3 eləyəcək. Düzgün cavab olacaq. Kökdə 3 bölünsünüz, yəni B variantı. Sual 33. İfadəniz sadələşdirilir. Baxıram, dərəcə cütdür. Atandan sonra modulda yazmalıyam. Kökdə 7 çıxılsın 3. Plus kökdə 7. Bərabərdir. Burada kökdə 9 kimi düşünsəm yerlərini dəyişməliyəm. Çünki 3 7-dən böyükdür.
Olacaq burada 3 minus kök altında 7 plus kök altında 7. Müsbət mənfi gedəndən sonra cavab qalacaq burada 3, yəni A variantı. Bayaqki sualdan təkrar yenə var. Bu dəfə tangeslə, kotangeslə bağlı sualdır. Yenə bura 3'dür. Radiusu 5'dir. Hər yerdə görünür. Onda bura avtomatik olaraq 4 olacaq. İndi 3 vurulsun. Tangens deyəndə ağlınıza gəlməlidir. Qarşının bitişiyə nisbəti. Yəni 4'ün 3'ə nisbəti. Qarşı bitişiyi nədir bilirsinizmi? Alfanın qabağında duran alfiyə bitişən tərəflər. Üzərinə gəlinsin. 8 vurulsun. Kotangensin qiyməti isə bitişiyin qarşıyadır. Yəni tərsinə 3'ün 4'ə olacaq. Bu da bərabərdir. 3'lər getsə qalacaq burada 4. Üzərinə gəl. 4 ilə 8 getsə qalacaq 2. 3'ə də vuranda 6. 4 ilə 6'nın da cəmi olacaq burada 10. Sonra növbəti sual gələcək indi sual 35. Radiusu 5 kök altında 3 olan çevrə daxilinə çəkilmiş bərabər tərəfli üçbucağın tərəfin uzunluğunu tapın deyir. Deməli, çevrənin daxilinə bərabər tərəfli üçbucaq çəkilir. Baxın, elə bil belə fikirləşin də. Çevrə daxilinə üçbucaq çəkilir. Ona deyə bilərəm ki, üçbucağın xaricinə çəkilmiş çevrə. Belə deyə bilərsən. Ya çevrə daxilinə çəkilmiş üçbucaq, ya da üçbucağın xaricinə çəkilmiş çevrə. Bunun radiusu olacaq A bölünsün kök altında 3 şəklində. Mənə hazır verib ki, radius 5 kökdə 3'dür. Yazıram onu da burada. 5 kökdə 3 bərabərdir. A bölünsün kök altında 3'ə. Buradan çarpaz vursaq, 5 kökdə 3'ü vuracam kökdə 3'ə. Bərabər A-nın qiymətinə. Bu da bərabərdir. Kökdə 3 kökdə 3'ə vuranda 3 eləyir, 5'ə vuranda 15 eləyəcək. Deməli, tərəfin uzunluğu 15'ə bərabər imiş. Düz xəttdən diametri 8 olan çevrənin mərkəzinə qədər məsafə 7'dir. Deməli, bu çevrə. Bu çevrənin mərkəzi. Bu da düz xətt. Deyir, bu düz xəttdən bu mərkəzə qədər olan məsafə 7'yə bərabərdir. Bura qədər məsafə diametri 8 olan, diametri 8-dirsə radius 4 uşaqlar. Bura məsafə də 7'dir. Opşi məsafə də 7 idi. Şu da, bura 4'dürsə, bura 7'dirsə, avtomatik bu hissəyə qalacaq 3. Məndən soruşur, düz xəttdən çevrəyə qədər məsafəni tap. Düz xəttdən çevrəyə qədər. Düz xətt bura, çevrə bura. Yəni bizdən soruşur mavi yeri. Bu da olacaq 3. Gəldik bura. Kolinearlıq uşaqlar, kolinearlıq paralellik deməkdir. Eyni şeydir. Bax, kolinear sözünün mənası həm də paralel deməkdir. Qarşınıza çıxsa bilin ki, ikisi eyni həll olunur. Deməli, nə edirsən? Bunları alt-alta yazmağı daha çox sizin xeyrinizədir. 4 və -6 vektorunu yazıram. Bir də 2 və m vektorunu yazıram. Koordinatlarını. Bunlar alt-alta nisbətlə həll olunur kolinearlıqda. 4 bölü 2 bərabərdir. -6 bölünsün m-ə. Çarpaz vururam. 4'ü m-ə vuranda 4m. 2'ni -6'ya vuranda -12. -12'ni də 4'ə böləndə m olacaq -3. Bizə nə lazımdır? M-in hansı qiymətində? Yəni m lazımdır. Cavab olacaq Y variantı. İndi baxaq nəyə? İfadənin qiymətini hesablayın deyir. Permütasiyanın mən sizə qaydasını öyrətmişəm ki, sadəcə geri sayım deməkdir. Nə edəcəksiniz burada? Yəni bunun variantlarını buradan ağardım ki, biz həll eləməyə yerimiz olsa en azından. Deməli, buradan nə edəcəyik? Birinci növbədə permütasiya 6-dan 3 nə deməkdir? 6-dan geri 3 dənə sayıram. 6, 5, 4. 6-dan 2 o deməkdir. 6-dan geri 2 dənə sayıram. 6, 5. Permütasiya 6-dan 4 deməkdir. 6-dan geri 4 dənə sayacağım. 6, 5, 4 və 3. Aşağıda yenə 6-dan 3-ün geri sayacağım. 6, 5 və 4. Bərabərdir. İxtisarlarla həll etsək, 6, 5 ilə 6, 5 getsə qalacaq orada 4. Burada 6, 5, 4 ilə 6, 5, 4 get qalacaq 3. 4 ilə 3-ün cəmi də olacaq 7. Sonra vektoruna paralel köçürmədə bax, vektoruna görə. Bax, bu görə sözü o deməkdir ki, oxun üzərinə sən 4 ilə 8-i yazmalısan. Buna görə aparırsan işini. Nöqtəsi hansı nöqtəyə keçər? -1, 2 nöqtəsi hansı nöqtəyə keçər? Oxun üstündə duranları toplamalısan. Birinci yerə duranla birinci yeri, ikinci yerə duran ikinci yeri.
-1 ilə 4 toplayanda alacaqsan 3. Bax, belə göstərir. -1 üzərinə gəl 4 olacaq 3. 2 ilə də 8 toplayacaqsan, eləyəcək 10. Deməli, olacaq sənin koordinatların 3 və 10. Olacaq B variantı. Sonra davam edək. Sual 40. Yarışda iştirak edən 8 idmançının kütlələri verilmişdir. İdmançıların ən böyük kütlə fərqinin orta kütlə ilə cəmini tapın. Sonra ən böyük kütlə fərqi deyəndə ən böyük kütlədən ən kiçik kütləni çıxmalıyam. Baxaq görək kütlələrdən bizdə nələr var. Yenə variantları silin, burada yazmağa yerimiz olsun. Aha. Deməli, nə edəcəm mən? Kiçikdən böyüyə doğru düzəcəm. Ən kiçiyi burada görək neçədir? 74 görürəm hələ ki, ən kiçik. Başqa 70 yoxdur. Deməli, ən kiçik oldu 74. Özü deyəsən sırayla düzülüb. Bir dənə baxın. 75, 76, 77, 81, 82, 82, 83. Həbs yox, hazırdır. Hər şey sırayla özləri düzüblər. Deməli, mən nə etməliyim? Sadəcə ən böyük fərqi, bir də ədədi ortanı tapmalıyam. Ən böyük fərq deyəndə sıradakı ən böyük ədəddən, yəni 83-dən ən kiçik ədədi, yəni 74-ə çıxmalıyam. Bu eləyəcək neçə? 9. Bu bizim nə oldu? Ən böyük kütlə fərqi. Fərq yazıram qısaca, ən böyük fərq olsun. İndi ədədi orta tapmaq üçün bunları toplamalıyam. 74 üzərinə gəl 75. Neçə dənədir burada? 8 dənə. Bir dənə bunları tezcə siz toplayın. Mən bundan vaxt öldürməyim. 74 üzərinə gəl 75. Üzərinə gəl 76.4. Üzərinə gəl 77.6. Üzərinə gəl 81. Üzərinə gəl 82.5. Üzərinə gəl 82.5. Bölməliyəm bunu 8-ə. Bunların cəmi neçə edir uşaqlar? Biriniz topladınızmı? 632 edir mənim. 632-ni 8-ə böldün Aliyə. 79. Aha, oldu 79. Bu oldu orta kütləmiz. İndi ən böyük fərqlə orta kütlənin cəmini soruşurdu bizdən. Eləyəcək o zaman 79, plus 83 də var. Hamısını topladım. Mən burada arada yadda çıxan da qalmışdı. Cavab oldu neçə? 88. Aydın oldu. Müəllim, bu buraxıca düşübdür. Bunlar hamısı dimin bazasında olan suallardır. Yəni düşmə ehtimalı var da. Məsələn, əvvəlki illərə baxanda yuxarıda köklərlə bağlı suallar işlətmişəm. Onlar hamısı var orada. Məsələn, bu sualın özü baza sualıdır. İstifadə olunmuş sualdır. Bu 42-ci sual. Maraqlı suallardır. Mütləq bunları işləyin. Dimin öz bazasında olan suallardır. Təkrar niyə də düşməsin? Təkrar düşməsə belə eynisi olmasa da oxşar düşür də. Yəni belə fikirləşin siz. Mən sizə bazı suallardan göndərəcəm. Hər belə 50-60 dənə imtahana qədər qutaracaq onları. Yaxşımı? Həm buraxılış sınaq kimi, həm də belə bazı sual kimi göndərəcəm, işləyərsiniz. Bu part 1-dir. İndi part 2-ni göndərəcəm sizə dərsdən sonra. Yəni gün ərzində. Yaxşı, davam eləyək. Deməli, uşaqlar vektor verib mənə cəmini tapın deyir. Bunları belə ardıcıl yazsaq nə alınar? Gəlin görün. M, A. Nə deməkdir bu? Bir dəqiqə. Ozan niyə işləmir bu günləri? Nəsə zayı çıxıb, bilmirəm. Aha. Deyir ki, MA vektoru. Birinci bu BS vektorundan SK vektoruna baxın. Məsələn, buraya yazıram. Əslində, bunları ardıcıl şəkildə yaza bilərəm. Baxın, M üstə gəlinsin A, çıxılsın. B çıx A, üstə gəlinsin B plus C, üzərinə gəl C plus K. Yəni, belə baxaq, görünən ortaya çıxacaqmı? A-lar geçsə, B-lər geçsə. İndi görək nə alına bilər buradan. M mən C mənə MC verir. S ilə K da mənə SK verir. Bunlar da birləşməsi MK verməlidir. MK verməlidir. İndi gəl şəkillə baxaq. MA vektoru, M, bu da A vektoru. Sonra BA vektoru, qalsın elə ki o. Üzərinə BC vektoru gəlirəm. Bir də CK vektoru. Buraya yazıram.
BC vektoru, bir də CK vektoru. Onu da birləşdirək bura. CK vektoru eləyək. Mənə lazımdır, deməli, MA-dan BA-nı çıxmaq. Burada B ilə də A birləşməlidir. Gəlin bunun yönünü tutaqın ki, yəni silmək olmur deyə mən bunları heç geri qaytara bilmirəm. Ha, burada var idi bir də BA vektoru. BA vektoru. Bir də MA vektoru olacaq burada. MA vektoru. MA. Bunların hamısını birləşdirən xəttimiz görürsünüzmü? Bax, bu MK xəttidir. Gördünüz, elə bizdə aldığımız MK-dır. Sonra gəldik bura. 48-də. Orada həmişə. Necə? Yox, o vektor sual yoxdur. Orada M üstəgəlsin A, məsələn B üstəgəlsin C və yaxud da C üstəgəlsin K. Amma B çıxılsın A yazdıq. Digərlərinə fərqləndi B çıxılsın A. Onu da elə B üstəgəlsin A yazardıq da. Bunu mu? Aha. Onun qabağına mənfi var deyə işarəsini dəyişdim. Yoxsa normalda B üstəgəl A yazardıq onu. Hə, mənfiyə görə bildim. Ayşə, qabağında mənfi işarəsi var deyə işarəsi dəyişəcək. Onlara elə şey fikir verək. Qabaqda mənfi varsa işarə mütləq dəyişmək lazım. Yaxşımı? İndi uşaqlar, gəldim bura. Kökün dərəcəsi eyni olduğuna görə mən 48 ilə 162-ni eyni kökün içində yaza bilərəm. Bura yazıram 5. 48-i burada yazıram. Vurulsun 162-ni də yanında yazıram. Bu da bərabərdir. Dərəcə 5. 48-i gəlin xırdalayalım. Yazaq məsələn 16 vurulsun 3 şəklində. 162-ni də yazıram 81 vurulsun 2 şəklində. Görək başımıza nə gələcək buradan. Bu da eləyəcək dərəcə 5. 16-nı yazıram 2-nin üzərində 4 şəklində. Burada 2 var. Onu da bunun yanına yazıram. 2 üstü 1 deməkdir. Bu 3 üstü 1 deməkdir. 81 də 3 üstü 4 deməkdir. Bu da bərabərdir. Dərəcə 5-dir. Bu mənə 2 üstündə 4 ilə 1 5 verəcək. Bu da 3-ün üzərində 1 ilə 4 5 verəcək. Bütün 5-ləri aparsaq 2 vur 3, yəni cavab qalacaq 6. Yəni A variantı. Sonra bir zər atanda, bir zər atıramsa, bizim mümkün hallarımız 6-nın üzərində 1, yəni 6-dır. Bu məxrəcimizdir. Cüt xal düşməsi. Cüt xallar kimlərdir? 2-dir, 4-dür, 6-dır. Burada da 3 dənə hal var. Deməli, onda mən yazmalıyam. 6-da 3. İxtisar da geçsə, qalacaq 2-də 1 və yaxud da 0-10-da 5. Oldu Y variantı. Sonra sual 44-də. İşi nöqtəsinə çevirən payla köçürmə vektoru hansıdır? Yəni, deməli, bizim hazırda -8 ilə 5 nöqtəmiz verilib. Bilmirəm, bunun üzərinə nəsə gəliblər də, alıblar 1 ilə 2-ni. Yəni, bu x-dən y axtarırıq biz. Bunu bilmək üçün nə edəcəksən? 1-dən -8-i çıxacaqsan. Tərsinə qaytarılmaq üçün. 1 çıx -8. Bu sənə verəcək 9. Y tapmaq üçün 2-dən çıxacaqsan 5-ni. Bu da sənə verəcək -3. 9 ilə -3 olacaq B variantı. Həndəs silsilədə belə misallar görəndə demişdim ki, sizə qısa konkret şəkildə hər zaman ödənən qaydadırmı? Bəli, ödənir. 1, 2, 3, 4, 5 dənədir. Götürün, bunun başına 5 yazın. Kökdə 2, üzərində 5. Yəni, bu kökdə 2-nin üzərində 5-i mən ayırıram. Kökdə 2-nin üzərində cüt saxlayıram. 4, bir dənə kökdə 2-ni qırağa tullayıram. Bu da eləyəcək. Bax, buradakı 2 ilə 4 geçsək, 2-nin kvadratı qalacaq da, elə bil ki. Yəni, 2-nin kvadratı, bir də kökdə 2. O da eləyəcək 4 kök altında 2. Yəni, A variantı. Sonra, çevrə üzərində 4 nöqtə qeyd olunmuşdur. Təpələri bu nöqtələrdə olan neçə üçbucaq qurmaq olar? Baxın, belə fikirləşin. 1, 3, bu da 4. Üçbucaq qurmaq üçün mənə 3 nöqtə lazımdır. Deməli, 4 nöqtədən 3-ü seçilməlidir. Fişi qutardı. Deməli, yazıram 4-dən geriyə 3 dənə. 4, 3, 2. Aşağıda isə 3-dən geriyə. 3, 2, 1. O da eləyəcək 4. Deməli, burada 4 dənə üçbucaq qurmaq olarmış. B-nin əndəz silsiləsində ilk 5 ədədin cəmini soruşur. Ümumiyyətlə, SN düsturu burada belə idi də. B1 vurulsun. Q üzərində N çıxılsın 1. Aşağıda isə Q çıxılsın 1-ə bərabərdir. Məndən ilk 5 ədədin cəmini soruşur deyə, N-lərin yerinə 5 yazmalıyam.
S5 bərabərdir. B1-in qiyməti 20 vurulsun. Q-nun qiyməti 2 üzərində 5 çıx 1. Aşağıda isə 2 çıx 1. Bu da eləyəcək 20. Məxəz 1 eləyir deyə yazmıram. Vurulsun. 2 üstü 5 32. Birin çıxanda 31. Bu da eləyəcək 6000. 6000 nə idi? 620. Oldu A variantı. Sonra sual 48. Həndəsislərin vuruğunu tapın deyir. Adi sualdır. Qapalı sual kimi gəlib qabağınıza çıxa bilər. Sislə vuruğunu tapmaq üçün ikinci həddi birinci həddə bölmək lazımdır. 3-də 1-i böləcəksiniz 9-da 5-ə. Bölmə zamanı birinci kəsir qalır, ikinci tərs çevrilir, olur 5-də 9. Bu da eləyəcək, bununla bir qısar getsə 3, qalacaq cavabımız 5-də 3. Yəni B variantı. Sonra gəldik bura. Həndəs sislədə 6-cı həddi tapın deyir. 6-cı həddi yazaram mən bu şəkildə. B6 bərabərdir. B1 vurulsun Q-nun üzərində 6-dan 1-in çıxanda 5. Qiymətləri yerinə yazsaq. B6 bərabər. B1-in qiyməti 24. Vur. Q-muz 2-də 1-dir. Üzərində 5 yazıram. Bu da eləyəcək 24 vurulsun. 2-nin üzərində 5, 32. Bu da 1. Hər ikisini 8-ə ixtisar eləsəm. Burada 4 qalacaq. Burada 3 qalacaq. Bunları ixtisar eləsəm. Olur 4-də 3. Yəni B variantı. Yenə ədədi silsiləsində A1 var, D var. İlk 11 ədədin cəmini. S11 bərabərdir. 2A1 üzərinə gəl 10D bölü 2 vurulsun 11 olacaq. Gətirin qiymətləri yerinə yazaq. 2-ni vururam, A1-in qiyməti mənfi 3-ə olacaq mənfi 6. 0.8-i 10-a vuranda olacaq burada 8. Aşağıda 2 vurulsun 11. Yuxarıda alınacaq 2 bölü 2 vur 11. 2-lər də getsə elə 11-in özü qalmış olacaq. Sonra ilk n həddin cəmi verilib bizə bu düsturla. Məndən soruşur 5-ci həddi tapın. Mən sizə qeyd yazmışam ki, qaydanın içərisində təkrar baxın. Silsilədə uşaqlar, A-ci həddi tapanda AN bərabərdir. SN-in özü, bir də bundan bir vahid az. SN çıxılsın, bir tapmaq lazımdır. Məsələn, mənə deyir ki, A5-i tap. Mən A5-i tapmaq istəyirəmsə, S5-dən çıxmalıyam S4-ü. Gətirirəm n-ləri yerinə 5-lə 4 yazıram. Birinci S5 bərabərdir. 5-in kvadratı çıxılsın 3 vurulsun 5. 25 çıx 15 mənə verəcək 10. İkinci S4 bərabərdir. 4-ün kvadratı çıxılsın 3 vurulsun 4. 16 çıx 12 4 eləyəcək. Axırda mən A5-i tapmaq istəyirəmsə 10-dan çıxmalıyam. 4-ünü qalacaq burada cavab 6. Sonra sual 52. İndi baxaq nəyə? A13 17 olarsa A8 ilə A18-in cəmini tapın. Əslində bu 2A13 deməkdir. 34 eləyəcək. Amma başqa yolla da belə yaza bilərəm. A8-i yazıram A1 üzərinə gəl 7D şəklində. A18-i yazaram A1 üzərinə gəlirsin 17D şəklində. A1-lər mənə verəcək burada 2A1 üzərinə gəl 7D 17D mənə verəcək 24D. 24D. 2-ni qırağa çıxarsam, qalacaq burada A1 üzərinə gəl 12D. Yəni fikir verirsinizmi? Hardan gəldi 13 dediyimiz? A1 ilə A12 bizə A1 ilə 12D bizə verəcək artıq A13-ü. A13-ün cavabı da hazır 17 idi. 2-ni vuracaqsınız 17-yə cavab eləyəcək. Burada 34. Yəni A variantı. Deyir 4 vurulsun A3. A3 tapmaq üçün burada n-lərin yerinə 3 yazmalıyam. Onda yazıram ki, A3 bərabərdir. 2 vurulsun 3, bölünsün 3 plus 1. O da eləyəcək 4-də 6. A6-nı tapmaq üçün n-in yerinə 6 yazmalıyam. 2 vur 6, 6 plus 1. Olacaq bu da 7-də 12. İndi 4 vurulsun A3-ün cavabı 4-də 6. Üzərinə gəl 7 vurulsun A6-nın cavabı 7-də 12-yə. Buradan 4-lər getsə qalacaq 6. Buradan 7-lər getsə qalacaq 12. 6 ilə 12-ni toplayanda 18 cavab olacaq. Burada A variantı. Sonra sual 54-də. Deyir 7-ci həddini tapın. Deyir yaxşı eləyir. Gətirin n-in yerinə 7 yazın da. Olsun A7 bərabərdir. 12 bölünsün. 5 vurulsun. 7 üzərinə gəlinsin 1. O da 36-da 12 eləyəcək. İxtisar da etsək qalacaq burada 3-də 1. Yəni B variantı. Sonra deyir ki 5-ci həddini tapın.
Onda yeni yerine 5 yazmalıyam. A5 bərabərdir 3 vurulsun 5 çıxılsın 1. Eləyəcək 15 çıx 1, yəni 14. Gəldik yenə bura. Dərəcələr eynidirsə, eyni kökün içərisində yaza bilərsiniz. Dərəcə 3. Deməli yazıram onda 5-in kvadratı, müxtəsərdə axı çıxılması və toplanması. Çıx kökdə 17-nin kvadratı. Bu da eləyəcək. Kökü altında 3-cü dərəcədən 25 çıxılsın 17. 3-cü dərəcədən kök altında 8. Bu da mənə verəcək 2. Sonra ifadənin qiymətini tapın deyir. Sual 57-də. Yenə eyni sual tipindəndir. Dərəcəmiz bizim 3-dür. Qalacaq olduğu kimi 12-nin kvadratı yazacağım. Müxtəsər düsturudur. Yenə çıx kökdə 19-un kvadratı. Dərəcə 3-ü saxladım. 12-nin kvadratı 144 çıx 19. Bu görə bizə nə verəcək belə? Çıxanda 14-dən 9 çıxanda 5, 125 olacaq. 125 də 5-in kubudur deyə buradan dərəcə 3 ilə gedəcək və 5-in özü çıxacaq. Sonra davam edək. Sual 58 ilə. Deməli, nə deyir burada? Vektorları verilmişdir. A üzərinə gəl 2 vektorun uzunluğunu tapın. A-nın qiyməti mənfi 3 ilə 2-dir. Üzərinə gəlib B vektorunu 2-yə vurmaq lazımdır əvvəlcə. 2-yə vuranda mənfi 2 ilə 10 olacaq. İndi bunları toplayanda birinci ilə birinci, mənfi 3 ilə mənfi 2 toplayanda mənfi 5 eləyəcək. 2 ilə də 10 toplayanda 12 eləyəcək. Vektorun uzunluğunu tapanda kök altında kvadratlarını toplayırıq. Mənfi 5-in kvadratı, üzərinə gəl 12-nin kvadratı yazırıq. Bu da eləyəcək kök altında 25 üzərinə gəlinsin 144. 169 eləyəcək. Və buradan da çıxacaq uzunluq 13. İfadənin qiymətini tapın deyir. Dərəcələr eynidirmi? Xeyr. Eyniləşdirə bilərikmi? Bəli. Birincinin dərəcəsi 3-dür. Həmin 3-ü 6 eləmək üçün 2-yə vuraram. Buranı 2-yə vurduğuma görə bunu da mörtəziyə alıram və başına 2 yazıram. Olar onda dərəcə 6. Müxtəsər kimi buna açanda fikir verin. Kökdə 5-in kvadratı 5 eləyəcək. Bu 2-nin kvadratı 4 eləyəcək. Bu mənə verdi 9. Sonra bunların hasili 2-ni vururam kökdə 5-ə, 2 kökdə 5. Bunun iki misli də olur 4 kökdə 5. Çıxılsın 4 kök altında 5. Digərində özünü yazıram. Dərəcə 6, 9 plus 4 kökdə 5. Dərəcə 6 qaldı öz yerində. 9-u vururam 9-a 81. Çıx. 4 kökdə 5-i 4 kökdə 5-ə vuranda 4 dəfə 4 16. 16-nı da 5-ə vuranda 80 eləyəcək. Bu da mənə verəcək 1. Və sonuncu sual. Dərəcə 4-dür. 25-i yazaram mən 5-in, hələ qalsın 25-in özü şəklində. 75-i yazaram 25 vurulsun 3 şəklində. 27-ni də elə 27 kimi saxlayıram hələ ki. Davam edək indi. 4-cü dərəcə. Birinci 25-i yazıram 5-in kvadratı. İkincini də yazıram 5-in kvadratı. Bu 3-ün üstündə 1-dir. Bu da 3-ün üstündə 27 mənə 3-ün kubu deməkdir. Bərabər dərəcə 4. 5-in üzərində 2 burada, 2 burada 4 olacaq. 3-ün üzərində 1 burada, 3 burada 4 olacaq. 4-lər də getsə 5 vurulsun 3. Cavabımız olacaq burada da 15.